Birincisi əməliyyatın həcmi olmalıdır. Əməliyyatı nə qədər tez icra etsək, o qədər də pasiyentə plusdur. Narkoz altında, pasiyent narkoz altında. Əgər normal əməliyyatda götürək ki, liposakşın abdominoplastika əməliyyatında pasiyent 2 saat, 3 saat narkozun altındadırsa, kombinə əməliyyatlarda təbii ki, o 8 saata kimi çəkəcək və orqanizmin bərpa olmaq müddəti də təbii ki, uzanacaq. Bizə müraciət edirlər xanımlar, mən liposakşın papafilling istəyirəm və eyni zamanda abdominoplastika, qarın gərmə əməliyyatı və mamoplastika. Biz tövsiyə etmirik pasiyentlər. Ona görə biz birinci pasiyentlərə tövsiyə edirik liposakşın papafilling əməliyyatı. O zaman pasiyent qarın üstə uzanacaq və 6 aydan sonra növbəti əməliyyata xanım müraciət edə bilər. Abdominoplastika. Abdominoplastikada tikişlər olduğu üçün daxildən də diastaza biz pasiyenti qarın üstə heç vaxt uzandıra bilmərik. Biz məcbur şəkildə popo üstə uzanacaq xanımlar və vurduğumuz lipofilling etdiyimiz yağlarda əriyə bilərlər və o əməliyyatın təbii ki, keyfiyyəti də düşə bilər.